yaxşı bilirsən ki, bunlar Peyğəmbərin yer üstündə olan yeganə nəvəsini öldürür. İlahi, bu halda sənin görüşünə gəlirəm. Ölümü mənə mübarək et. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین. Bir zaman var idi, İmam Hüseyin ağa balaca uşaq. Peyğəmbər baxdı o uşağa, Ümmü Sələməyə xəbər verdi. Dedi, Ümmü Sələmə, bu uşağı görürsən, bu uşaq axırda Kərbəlada Allah yolunda şəhid olacaq. Mənim salavatım, salamım, bərəkətim, rəhmətim, cənnətim nazil olsun sənin mübarək evladıma. Mənim Peyğəmbərim, bax bu uşağın adı qalacaq Seyyid-i Şühəda. Xanım Zəhranın adını gətirdi. Məhlən məhda yəbnə Zəhra. Çağırdı, dedi Hüseyin Xetilə bir basığı tanınırsa Zeynəbə bir çalım lay lay dədardım məhrilə gəhvarəsi zülfüm ilə xoş gedim hər dildə qaz həvvərəsi həvvərəm Şam'a gedəndə ağlıyam, axyarətnəyəm. Gəldi kəndirin ağzın götürəndə gördü ilah, mən nə görürəm? Götürdü yaralı başı. Özün mahşər günü ey mültəqim qın aclıdan divay. Yar Baxur ağlama. Evimdə də əgər Hüseyin Kök evimdə də ağlayacaqsan. Davarı yatsın ağlayacaqsan. Ağlayacaqsan Zeynəbin qəbirə. Zeynəbin fasık insandır. Şaribul xəmr. Onun günü içkiyle, şərabla və haram əməllərilə keçir. İmam Hüseyin əleyhisselam Peyğəmbərin risalətidir. İmam Hüseyin əleyhisselamı tanımaq, Allah'ı tanımaqdır. İmam Hüseyin Allah'ın yeryüzündə hüccətidir. Yazid şeytanın hüccətidir. Yazid ilə İmam Hüseynin qarşı-qarşıya durmağı Allah'la şeytanın müharibəsidir. İmam Hüseyin ağa həm gərək Əkbərdən çəkər, həm gərək Əfqərdən, həm qardaşından, həm balası İmam Səbzat xotun içində yanar. Allah Peyğəmbərlərin hamısından istədiklərin tək İmam Hüseyin'dən istədir.
Nuşdarudi dəmi neyzə və xəncərdə öləm. Düşmərəm zində ələ, mən gərə gəllərdə öləm.